Değerli abiyeler, bugün sizinle Kooperatif Bank'ın 12.2 bölməsinin kompüter şəbəkələrinə aid 12.2 bölmənin 17-ci nömrəli test tapşırığının həllinə baxırıq. Tapşırıqda deyir ki, verilmiş ədədlər hansı aracılığı düzlərsə düzgün IP ünvan alınır. Biri ki, IP ünvanla 3 nöqtəyə ayrılmış 4 hissədən ibarət olur. Məsələn, deyək ki, 121, 0, 15, 255 3 nöqtəyə ayrılmış 4 hissədən ibarət olur. 0, 255 intervaldakı qiymətləri alır. Baxırıq test nümunəsinə. Test nümunəsi diqqətlə baxırıq. Burada bəzi məqamlar var ki, onları testi daha tez tapmaq üçün avtomatik çıxa bilərik. Baxırıq ki, burada CD ardıcıllığı gələ bilməz. Çünki limiti aşır. CD A-la deməli A-nı çıxdıq, bir də C-ni çıxdıq. Digər variantlara baxırıq. Baxaq CB-yə. CB ardıcılığı, CB harda varsa onları çıxırıq. Avtomatik, çünki CB nədir? C257 olur. Onda onları çıxırıq. Deməli, bizim üçün variant hansı qalır? Deməli, CAB-7. Baxaq görək, həqiqətən bu görək düzgün IP ünvanı kim yaradırmı? C neçədir? I25. A neçədir? 3.14. Sonra B neçədir? 7.12. 7.12. Y neçədir? Y 7.12 nöqtə səhv qoydum burada. Deməli 6.1, D-miz neçədir? D-miz 87. Həqiqətən baxırıq ki, 253, 147, 126, 187 doğru IP ünvandır.